Hər vaxtınız xeyir. Mən indi təqdim elədiyim evi 2013-cü ildə Məmmədov Dostməmməd tərəfindən həmin bu evin yiyəsi tərəfindən alqı-satqı yolu ilə öz aramızda razılaşma ilə alqı-satqı yolu ilə almışam. Yəni aramızda bağlanan müqaviləyə əsasən. Evin sənədi yoxdur. Ona görə notariusda təsdiq etmək mümkün olmadı. İndi 13 ildə mən bu evə sənəd düzəldə bilməmişəm. Ona görə ki, evin bütün evlərin həyətdə çıxarışı var. Yəni çıxarışlı həyətdir. Birinci mərtəbədəki qaraj da çıxarışa daxildir. Təkcə bu evin sənədi yoxdur deyənə ev yiyələri mənə imkan vermirlər sənəd düzəltməyə. Dəfələrlə vəkillərə müraciət eləmişəm. Dəfələrlə. Mənə elə bir məbləğ deyiblər ki, həmin məbləği ödəməyə mənim imkanım olmayıb. İndi hal-hazırda da 3 ayın ərzində dəfələrlə neçə vəkillə görüşmüşəm. Elə bir məbləğ deyiblər ki, mən düzəldib o məbləği vəkillərə verə bilmirəm. Nə hakimə verəcək pulum yoxdur, nə vəkilə. Vəkil də qaranti vermir ki, sən bu işi uduzacaqsan ya udacaqsan. Hal-hazırda mən bu ev yiyələrinin təzyiqi altında, daha doğrusu evdə ev dustağına çevrilmişəm. Ona görə ki, bu evi nə satmağa, nə kiməsə verməyə və yaxud da üstümə kimisə yazdırmağa ev yiyələri icazə vermirlər. Dəqiqə başı hər dəfə də məni evdən məhkəmənin yolu ilə qeydiyyatdan çıxarmaq qorxusu ilə hədələyirlər və mənə evi əlimdən alacaqları barəsində təsir göstərirlər. Psixoloji təsir göstərirlər. Sadəcə olaraq mən hal-hazırda ev dustağına çevrilmişəm. Mən heç indi qapını bağlayıb bir yana da gedə bilmirəm. Ona görə ki, istənilən vaxtda onlar qapını açıb evə kimisə sala bilərlər. Ona görə mən evə mən tək qadınam, tək yaşayıram. Buradan bütün dövlət orqanlarına səslənirəm. Döymədiyim ayaq, döymədiyim yer yoxdur. Heç bir dövlət orqanı, heç bir vəkil öhdəsinə düşən vəzifələri yerinə yetirmir. Mən məcbur qalıb media vasitəsilə müraciət etməli olmuşam. Xahiş edirəm, çox xahiş edirəm. Buradan prezidentə səslənirəm. Buradan Mehriban Əliyevaya səslənirəm. Buradan Kamran Əliyevə səslənirəm. Buradan ümumiyyətlə dövlət qurumlarına, ümumi dövlət qurumlarına mən heç nə istəmirəm. Sadəcə olaraq mən evimə sənəd istəyirəm. Sadəcə olaraq sənədləşdirmək istəyirəm ki, sabahlar mən rahat yaşaya biləm. Çünki belə getsə, sabah məni bunların əli ilə qocalar evinə də ata bilərlər. Mən istəmirəm elə. Mən əlimlə pul verib ev almışam. Mən qocalar evindən niyə getməliyəm? Dövlət qurumları öz öhdəliklərini yerinə yetirmirlər deyənə mən küçələrdə qalmalıyam. Niyə, nəyə görə? Axırıncı ümid yerim buradır. Ona görə bütün dövlət qurumlarından xahiş edirəm. Bu evin, bunların çıxarışına heç bir aidiyyəti yoxdur. Bu evə sənəd ayrıca verilə bilər, dövlət qurumları vermir. Niyə vermir, onu da bilmirəm. Çox xahiş edirəm, mənə kömək eləyin.